Xırdalan şəhərinin tam olaraq mərkəzində, Heydər Əliyev parkının qarşısında Leninqrad layihəli 3 otaqdan ibarət mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Mənzilimiz çox gözəl, əla təmirli, səliqəli bir mənzildir. Hal-hazırki vəziyyətə görə 1 manat belə xərc tələb etmir. Təqdimata başladıq qonaq otağından. Görürsüz, əlavə olaraq balkonlar da qonaq otağına qatılıb. Yerləşmə yeri çox ideal bir ərazidir. Tam olaraq mərkəz Heydər Əliyev parkının qarşısında. Orta bloklu, orta mənzildir. 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Yerləşmə yeri bir daha qeyd edirəm, idealdır. Kubçalıdır təbii ki, Leninqrad layihəli. Qanuni 3 otaq, yel çəkən. Qonaq otağını gördünüz, indi isə sizə təqdim edəcəm mənzilin digər hissələrini. Mənzilimizin əsas giriş qapısıdır. Giriş qapıdan daxil olduq. Belə bir dəhlizimiz var. Sağda bir yataq otağımızdır. Gördüyümüz bu yataq otağında olan əşyalar hər biri qalacaq. Burada yerləşir digər yataq otağımız. Belə gözəl, səliqəli, əla şəkildə. Qeyd etdiyim kimi yel çəkən mənzildir. Bu istiqamətdə olan balkonlarımız hər ikisi var. Binanın geniş həyət hissəsi var. Yerləşmə yeri çox gözəl bir ərazidir. Bir daha qeyd edirəm, tam olaraq mərkəzdə yerləşir. Yataq otağını gördünüz. Belə bir geniş ölçüdədir. Əsas giriş qapısı burada sanuzel qovşaqlarıdır. Ayrı-ayrılıqda yerləşir. Burada sanitar qovşaq yerləşir. Burada hamam otağıdır. Gördüyümüz şəkildə. Burada isə açıq şəkildə mətbəximizdir. Təbii ki, mətbəx mebeli qalacaq. Digər bir neçə əşya qalacaq mətbəxdə. Buradan da eyvan açılıb, mətbəxə qatılıb. Və yerləşmə yerini bir daha buradan da göstərirəm sizə. Xırdalan şəhərinin tam mərkəzi Heydər Əliyev parkının qarşısında yerləşir mənzilimiz. Ətraflı məlumat almaq üçün buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Dəyərli izləyicilər, sizin də satışda olan əmlaklarınız varsa bizə müraciət edə bilərsiniz. Kubçalı mənzildir, yel çəkən mənzildir, qanuni 3 otaqdan ibarətdir. Leninqrad layihəlidir. Bu otaqda da deməli eyvanımız var. Baxın, burada da eyvanımız var. Eyvanda əlavə olaraq şkaflar yığılıb. Buradan da eyvana çıxış var. Dəyərli izləyicilərim, bu günə bu qədər. Növbəti çəkilişlərdə görüşənədək ətraflı məlumat almaq üçün buyurub əlaqə saxlaya bilərsiniz. Videonun açıqlama bölməsində evimizin satış qiyməti qeyd olunacaq.